Salam əziz abituriyentlər, istədim ki, bugün sizlərə sınaq qruplarımız haqqında məlumat verim. Biologiyadan sınaq qruplarımız mart ayının 16-sından başlayaraq fəaliyyət göstərəcək. Biologiyadan sürət qruplarımız həftədə 5 dəfə 2 saat olmaqla tədris ediləcək. Bunlardan həftənin 2 günü, yəni 1-ci və 5-ci günləri saat 8-də səhər-səhər sınaq qrupumuzdur. Sınaq qrupunda biz nələrin testlərinə baxacağıq? İlk öncə onun haqqında məlumat verim. Model testlər işlədiləcək, OTK-lar işlədiləcək, qəbullar işlədiləcək, hədəfin quizləri, başqa bölmələrdən də quizlər, dimin quizləri də işlədiləcək. Əlavə özümə məxsus olan xüsusi testlər var, onlar da işlədiləcək. ABC Akademinin 44 sınağı da, bunlar da hər biri işlədiləcək. Bunları biz əvvəlcədən mövzuları dərs qruplarımızda izahını verəcəyik. Yeri gəlsə sual cavab ediləcək. Daha sonra topludan full şəkildə testlərin hər biri bölmə-bölmə işlədiləcək. Sınaq qrupu da bununla birgə paralel şəkildə mövzu sınaqları şəklində plus bir də ümumi sınaqlar şəklində sizə göndəriləcək. Siz bunları işləyəcəksiniz. Həm dərs qrupumuz, həm də sınaq qrupumuz paralel şəkildə gedəcək. Mövzuları eyni şəkildə irəliləyəcəyik. Dərs qruplarımız isə 2 qrupumuz var. Ekranda gördüyünüz kimi cüt günlər qrupu var. 2-ci, 4-cü, 6-cı günlər 22-15-də. Tək günlər qrupu isə 1-3-5 saat. Burada 22-15 qeyd etmişəm, amma 22-00-dır. Dərs müddətimiz 2 saat olacaqdır. İstəyənlər həm tək, həm cüt qruplara qoşula bilər, amma onu vurğulamaq istəyirəm ki, artıq cüt qruplarda yerlərimiz dolmuşdur. Yalnız tək qruplarda qeydiyyat var. Burada dərs müddətində bəs biz nə edəcəyik? Yenə qeyd edim, dərslərin izahı olunacaq. Sonra yeri gəlsə mövzuların sual cavabı olunacaqdır. Sonra test toplusundan testlərimiz işlədiləcək. Bundan əlavə də bölmə-bölmə seçmə testlərimiz olacaq ki, həmin o bölmə testlərinin üzərində işləyəcəyik. Burada topludan əlavə hədəf ola bilər, time ola bilər, sonra xüsusi başqa dəyər var, başqa xüsusi bölmə testlərimiz var. Sırf yəni əlavə test yox da qəbul imtahanının proqramına uyğun testlər sizin qarşınıza çıxarılacaqdır. İmtahana düşməyən, sizi yorucu olan testlərin heç biri işlədilməyəcəkdir. Dərslərimizə qatılmaq istəyənlər, yerlərimiz limitli saydadır. 051 447 02 51 nömrəsinin WhatsApp-ına yazıb dərslər haqqında qiyməti öyrənə bilər və yaxud da qeydiyyatdan keçə bilərsiniz. İndi isə sonda yerləşdirirəm. Burada 2025-ci ildə qəbul imtahanında dərslərdə keçdiyimiz qeydlərdən, yazdığımız qeydlərdən, dediyimiz proqnozlardan, imtahana düşən suallardan göstərəcəm sizə. Burada ekranda Instagram səhifəmizə daxil olub özünüz də baxa bilərsiniz. Hansı ki dediyimiz suallar görürsünüz, hansı hissələrə diqqət yetirmək lazımdır. Hər biri dərsdə şagirdlərə öyrədilir. Həmin hissədən qeydlər göndərilir ki, imtahana yaxın o hissələrə maksimum diqqət yetirək və yüksək nəticə əldə edək. Burada da imtahana düşən qeydlərimizi görürsünüz. Hansı ki, birinci şans imtahanında 23, ikinci şans imtahanında isə situasiyada hər iki imtahanda daxil olmaqla 24 dənə dediyim sualdan imtahana sual düşmüşdür. Təbii ki, burada dediyimiz sual tiplərinin hər biri oxşar səviyyə göstərir. Bizdə qalır yalnız maksimum çalışmaq.